Bizim bugünkü heyvan həkimimiz Sinan Əzizli buyursun gəlsin. Axşamınız xeyir, axşamınız xeyir əzizlər. Sizi hər gün salamlayıram. Yəni istəsəz keçək suallara. İnşallah. Buyurun. Siz heyvan həkimi, yəni bizim studiyamıza gəlibsiniz. Çoxlu izləyicilərimizin çoxlu xahişləri ilə sizi bura dəvət etmişik ki, yəni bizim suallarınıza aydın şəkildə cavab verəsiniz. Bəli, indi hazırsınızsa keçək suallara. Kərtənkələ məsəl üçün daşlarda, həyət evlərində falan gəzir də daşların arasında. İnsan onu tutmaq istəyəndə belə quyruğu bizim əlimizdə qalır, özü qaçıb çıxır gedir. Başa düşdüm. O quyruq sonra nətər olur, çıxır yerindən, yəni nə olur o quyruq? O şey ağılda fikirdir, o bir dənə fikirləşiyorum. Bəli, fikirləş. Mən sənə bir heyvan həkimi olaraq belə deyim ki, sənin gördüyün kərtənkələlər əslində kərtənkələ deyil. Nədir bu? Onlar ulu babamızın dövründə, yəni qədimdə eramızdan əvvəl, milyon il əvvəl onlar əjdaha olublar. Bizim babalarımızı yeyən elə onlar olub, əjdahalar olub. İndi onlar dünyanın iqlimi dəyişəndən sonra onlar əjdahalar olub balaca. Balacalaşıb olub kərtənkələ. Amma onlara kərtənkələ deyim, onlara böyük hörmətlə yanar. Niyə? Çünki onlar qədimdə əjdaha olublar. Yəni sən dediyin kərtənkələlər sən onun quyruğunun əl altında olub quyruğunu verirsən özləri qaçır. O məsələ gəldi. O məsələ isə qədimdə əjdahalara qədimdə arxadan çoxlu hücumlar olunur. Çoxlu hücum olur. Onlar arxadan silah kimi istifadə edir. Və onlar sənin əl altında quyruğunu, onlar sənin quyruğunu verib başı qatır, özləri qaçır. Elə olur. Bəli. Bəli, Bəli, səbəbi odur ki, qədimdə onlara çoxlu arxadan hücum olunur.